premiera Zelenskis Trampo nuomonė nėra pasiruošęs taikos. ABŞ prezidenti Donald Trump və Ukrayna prezidenti Vladimir Zelenski arasında Ağ Evdə görüş gərgin keçib. Liderlər bir neçə mövzu ətrafında açıq şəkildə fikir ayrılığı yaşayıb. Reutersin məlumatına görə görüş zamanı Zelenski Trumpı Rusiyaya qarşı daha ehtiyatlı olmağa çağırıb. Lakin Trump onu daha minnətdar olmağa dəvət edib. ABŞ prezidenti vurğulayıb ki, Rusiya prezidenti Vladimir Putin razılaşma əldə etmək istəyir. Lakin Zelenski Trumpın bu məsələdə yumşaq mövqe tutmasını tənqid edib. Müzakirə zamanı Trump Zelenskiyə xəbərdarlıq edərək sən 3-cü dünya müharibəsi ilə qumar oynayırsan deyə bildirib. Ağ Evdə baş verən bu açıq mübahisə Ukrayna və ABŞ münasibətlərindəki gərginliyi ortaya qoyub. ABŞ senatoru Chris Murphy görüşü Amerika üçün daha bir rüsvayçılıq adlandırıb. Zelenski və onu müşahidə edən nümayəndə heyəti Ağ Evdə keçirilən gərgin görüşdən sonra mətbuata açıqlama vermədən binanı tərk edib. Mr. President, is there no deal? Mr. President, can you tell us what happened? Is the deal off? Siyasi ekspertlər isə bu hadisənin Rusiyaya ABŞ-ın mövqeyi ilə bağlı açıq mesaj verdiyini bildirir.